Salam, 1 iyun 2025-ci ildə birinci qrupların imtahanına düşən riyaziyyat suallarının izahına baxaq. B variantıdır kitabça. Birinci sualımız köklərlə bağlıdır. Moduldan çıxarmaq üçün biz birinci kökün içindəki ifadənin hansının böyük olduğunu təyin etməliyik. Burada 2,3 kök altı 5-dən böyük olduğu üçün moduldan onun əksi çıxır, müsbət olsun deyə. Üstə gəl kök altı 5 2,2-dən böyükdür deyər, moduldan özü kimi çıxır. Burada cavab alınır. 2,3-dən 2,2 çıxanda 0,1 A variantı. İkinci sualda ABC üçbucağında yazaq ABC üçbucağında bucaq A'nın bucaq B'yə nisbəti 1/2-dir. Yəni buna alfa desək, bura 2 alfadır. BC-nin AC-yə nisbəti 5/6-dır. Yəni bura 5K desək, burada 6K-dır. Başqa formada da bunu işləmək olar. A bucağının kosinusunu soruşur. Biz buradan bir hündürlük indiririk S təpə nöqtəsindən. Aşağıda yaranan düzbucaqlı üçbucaqdakı KT-ə H deyək. Burada bir K deyək. B, SK-ya H desək. Onda aşağıdakı düzbucaqlı üçbucaqda bucağın sinusu qarşıdakı KT-in hipotenuza nisbətidir. Yuxarıda gördüyümüz düzbucaqlı üçbucaqda bucağın sinusu yenə də qarşıdakının hipotenuza nisbətidir. Biz sinus 2 alfanın 2 sinus alfa kosinus alfa olduğunu bilirik. 2 sinus alfa kosinus alfa bərabərdir H-ın 5K-ya nisbəti. Bir yazdığım, bu da 2 yazdığım. İkinci yazdığımı birinci yazdığımıza bölsək, orada sinus alfalar ixtisar girəcək, alınacaq 2 kosinus alfa bərabər 2-ni birinciyə bölürəm. H böl 5K-nı H böl 6K-ya böləndə 6 bölünsün 5 alınır. Burada 2 ilə 6-nı ixtisar aparsaq, kosinus alfa bərabəri 5-də 3, yəni 0,6 alınacaq. B variantı. Növbəti. Bu sualı diqqətlə baxsaq kökün içərisi, ikinci kökün içərisi hazır nöqtəsəvr modu üstünə gətirmək olar. Amma mən B-nin yeni 5 yazmanı bunu rahat əldə edə bilərəm. Kökün altında 5 çıxılsın, kök altında 5, üstə gəl 5 çıxılsın, 20-ni 5-ə vursa 100 eləyir, 100-dən də kök 10 çıxır. Bu oldu 0, doğru cavabımız kök altında 5. Yəni B 5-dən böyük bərabərdir deyə bu işi gördük, amma tam həlli isə bu hissə bizə, kökün içərisi bizə kök altında B çıxılsın 5-in, kök altında 5-in daha doğrusu ümumi kvadratını verir. Ona görə cavabımız belə alınacaq. Kvadratla kök gələcək. Bu ifadədən əksi çıxacaq. Daha doğrusu B 5-dən böyük bərabər olduğu üçün özü kimi çıxacaq. B-lər islah olub, kök altında 5 yerdə qalacaq. Növbəti sualımız, 4-cü sual. Y bərabər 2x funksiyasının qrafikinin 0,1 parçasındakı hissəsi. Deməli, y bərabər 2x, kx bu koordinat başlanğıcından keçən düz xətdir. 0 nöqtəsi buradır. Tutaq ki, 1 nöqtəsi də bura olsun. Bu hissədə bizə lazımdır. Baxaq, bu hissənin absis ox ətrafında fırlanması. Absis ox ətrafında fırlananda artıq bura bizə lazım deyil. Burada bir konus yaranmış olacaq. Konus. Amma misal üçün 0,1 yox, 1,2 parçası desəydi, artıq ora kəsik konusu yaranmış olardı. Deməli, 5-ci sualda biz funksiyanın əvvəlcə özünü təyin etməliyik. Y bərabərdir kx plus b şəklindədir bu funksiya. Bunun iptal funksiyasını soruşur bizdən, ümumi şəklin. Burada b hazır görünür 1-dir. Ordinat oxun kəsdiyi nöqtə b-dir bizdə. Onda funksiyamız y bərabərdir kx plus b şəklindədir. X oxun da bir nöqtəsində kəsdiyi üçün x-in yerinə biz 1 yazıb funksiyanı 0-a bərabər edərik. Çünki x oxun kəsdiyi nöqtədə bizim y-imiz 0 olur. Demək bizim funksiyamız y bərabər kx, yəni mənfi 1x plus 1 şəklində oldu. İptidai funksiyanı tapmaq üçün mənfi x-in iptidai funksiyası qüvvətinə 1 gəlib 2-yə bölürük. 1-in iptidai funksiyası ilə x-dir plus s. Doğru cavab A variantı. 6-cı sual, topluda bunlar funksiyalar arasında sual var. Qrafik verilib, deyir f4 minus 3x kvadrat bərabər 0 tənliyinin neçə müxtəlif həqiqi kökü var. Həqiqi kök olması. Ümumiyyətlə, bu funksiyanın yazılışı nəyi bildirir? Yəni, mötərizənin içərisi funksiyanı 0-a çevirən qiymətdir. Qrafikə əsasən absis oxun kəsdiyi nöqtələr mənfi 5 və 4 olduğu üçün funksiyanın sıfırları ilə bulardır. Mənfi 5 ilə 4. Ona görə mötərizənin içərisini bir dəfə biz mənfi 5-ə bərabər edərik. Buradan alınan 3x kvadrat bərabər 9, x kvadrat bərabər 3. Buradan alınır müsbət mənfi kök altda 3. Yəni həqiqi köklü bunlar. Bir dəfə də 4 minus 3x kvadrat bərabərdir 4-ə. Bunlar funksiyanın sıfırlardır. Yəni mötərizənin içərisində sıfıra çevirən qiymətlərdir.
3x kvadrat bərabərdir 0 alınır. Elə x-imiz 0 imiş. 1 kök burada var, həqiqi kök. 3 kök də burada var. 2 kök də burada var. Ümumilikdə müxtəlif həqiqi köklərin sayını soruşur. A variantı. 7-ci sual. ABC-nin müsbət olduğunu deyib. Onda müsbətdirsə biz qısaca bunların hamısını A müsbətdirsə, B müsbətdirsə, C müsbətdirsə, müsbətləri mənfilərə böləndə bizim cavabımız mənfi eləyəcək. Onun ilə hamısını ümumilikdə biz mənfi 1-ə bərabərləsək, rahat üsulla, onda A-nı tapmaq üçün çarpaz mənfi 1-i mənfi 1-ə vuranda müsbət 1, B-ni tapmaq üçün mənfi 3-ü mənfi 1-ə vursaq 3, C-ni tapmaq üçün mənfi 2-ni mənfi 1-ə vurarıq 2. Onda hansı şərt ödənilir? A C-dən kiçikdir, C də B-dən kiçikdir. C variantı. 8-ci sual. Ədədi silsilədə biz nə bilirik? A, 11, 12 və 13-cü hədlər ardıcıl gəldiyi üçün ortada duran hədd özündən eyni uzaqlıqdakı hədlərin ədədi ortasına bərabərdir. Onda biz birinci hədlə A11 ilə A13-ün cəminə 2 dənə A12 yaza bilərik. Üstə gəl, bir dənə də A12 var, bərabərdir. A1 vurulsun A12. Burada alınır 3 A12 bərabərdir. A11 vurulsun A12. A12'lər ixtisar getsə biz 11-ci həddi 3 tapmış olarıq. İlk 21 həddin cəmi bizdən soruşur. İlk 21 həddin cəmi düsturu 2A1 üstə gəl. D vurulsun M-1 idi. Yəni 21-dən 1 çıxsaq 20D. Bölünsün 2 vurulsun 21. Kəsrin hər tərəfini 2-yə bölsək, onda alınar A1 üstə gəl 10D vurulsun 21. Elə A1 plus 10D bizdə A11'dir. Onun da qiyməti 3 idi. 3'ü 21'ə vursaq 63. 9-cu sual. Funksiyanın ala biləcəyi natural qiymətlərin cəmi. A sinus x üstə gəl A B kosinus x funksiyasının qiymətlər çoxluğunun düsturu mənfi kök altı A kvadrat plus B kvadratdan müsbət kök altı A kvadrat plus B kvadrata kimidir? Yəni kökün altında mənfi kök altda 3-ün kvadratı ilə mənfi 2-nin kvadratını toplayanda 9 da 4 13-dən müsbət kök altda 13-ə qədərdir. Buradakı natural qiymətlər deyir 1, 2 və 3. Artıq kök altda 13, 3 ilə 4 arasında yerləşdiyi üçün buraya qədər olan 3 dənə natural ədəd var və bunların da cəmi 6 verir. 10-cu sual. Mərkəzlər arasındakı məsafə toplu suallarda yığılan əksəriyyəti, yəni oxşar suallardır topludakı ilə. Birinci çevrənin mərkəzi 3,1 nöqtəsidir. İkinci çevrənin mərkəzi mənfi 3,1 nöqtəsidir. Mərkəzlər arasındakı məsafə deyəndə absislər fərqinin kvadratı üstə gəl ordinatlar fərqinin kvadratı. Bu 0 olur. Mənfi 9'un 81, yenə də 9 çıxır. Bir dəqiqə, mənfi 6, 36 ilə 6 çıxır. Y variantı 10-cu sualda. Sonra 11-ci sual. B çoxluğu A çoxluğunun alt çoxluğudur. Bir dəqiqə. Yəni bu tutaq ki B çoxluğudur. Bu da ki A çoxluğudur bizdə. B'nin elementləri 2 ilə 5'dir. A'da olub B'də olmayanlar. Yəni bu kənarda yazılanlar 1, 3, 4'dür. Yalnız A'da olanlar. A çoxluğunu deyir yaz. A çoxluğu görür ki hamısının daxilini aldığı üçün 1, 2, 3, 4, 5 olacaq doğru cavab B variantı. 12-ci sualda hazır limit üçün qaydamız var idi. Əgər kəsirin surət və məxrəcinin dərəcəsi eyni idisə, görürük ki, burada surətdəki ən böyük dərəcə 1, məxrəcdəki dərəcə də 1'dir. Cavab bunların əmsallar nisbəti, yəni x-ların əmsallar nisbəti. Kök altı x-in dərəcəsi 2'də 1'dir. Ona görə o azdır. Cavab mənfi 2 olacaq C variantı. 13-cü sual. Cədvəldə fənlər üzrə kitabların sayı verilib, hər fənn üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənnə aid olan kitabların yan-yana olması. Eyni kitablar yan-yana olsun. Kitabları neçə rəfə neçə üsulla düzmək olar. Demək, Azərbaycan dili kitablar 2, 3, 2. Bunu belə yanaşaq da. Azərbaycan dili 2, 2, 3, 2, 1. Azərbaycan dili kitablarının öz aralarındakı yerləşmələrinin sayı 2 faktorialdır. Vurulsun riyaziyyatda 3 faktorial, kimyada da 2 faktorial, coğrafiyada da 1 faktorial. Bu olacaq hər birinin öz arasındakı yerdəyişmələrin sayı. Bu neçə olur? 2 vurulsun 6 vurulsun 2. Bu olur 24 və buradakı ümumi bir də yerdəyişmələrin sayı var. 24 vurulsun 24 şəklində bunu yazarıq. Bu da olar 576. Sonra 17-ci sual. Burada biz nə edəyik? 49'u 7 üstü 2x yazaram.
14 üstü x-i 7 üstü x vur 2 üstü x yazarıq. 4 üstü x-i da 2 üstü 2x şəklində yazarıq. Bu cür tənlikləri həll etmək üçün dərəcəsi böyük olan hər hansı birinə bölək. Tənliyin hər tərəfini mən 2 üstü 2x-ə bölürəm. Onda burada yaranacaq 7 vurulsun 7 böl 2 üstü 2x. Yəni birbaşa qüvvət şəklində yazdım. Birinci ifadəni mən 2 üstü 2x-ə böldüm. Üstə gəl. İkinci ifadəni mən 2 üstü 2x-ə böləndə alınacaq 5 vurulsun 2 üstü x-in bir ixtisar gedəcək. 7 bölünsün 2 üstü bir dənə x qalacaq. Burada da bərabərdir 2. Artıq burada ixtisar getdi. Deməli birində 2 üstü 7, 2-də 7 üstü 2x, bir də 1x görürük. Ona görə burada bizim yadımıza t əvəzlənməsi düşür. Tənliyimiz olur 7t'nin kvadratı, üstə gəl 5t, sağdakı 2-ni sola keçirsək bərabərdir 0. Artıq buradan kök tapsaq, diskriminanta və ya vuruqları ayırmaya müraciət eləsək, 25 üstə gəl 56, bu olur 81, bir kökümüz olur mənfi 5 plus 9 böl 14, 14'də 4, yəni 7'də 2, o biri kökümüz olur mənfi 1. Əvəz etməyə baxsaq, 2'də 7 qüvvətində x bərabərdir mənfi 1'ə, bunun həlli yoxdur. Bir də 2'də 7 üstü x bərabərdir 7'də 2'ə, artıq bu tənliyin kökü mənfi 1'dir. Çünki ifadənin tərsi alınıb D variantı. 15-ci sualda katetləri 8 kökdə 2 olan bərabər yanlı düzbucaqlı ABC üçbucağının müstəvisi üzərində olmayan C S nöqtəsindən üçbucağın təpələrinə qədər məsafələr 10'dur. Yəni bu da 10'dur, bu da 10'dur, SO da 10'dur. S nöqtəsindən hipotenuza qədər məsafəni tap. AB hipotenuzuna qədər məsafəni tapmaq üçün biz C-dən O'ya bir perpendikulyar çəkirik. Həmin o üçbucağın öz hündürlüyüdür. Demək, SA, SP, SC-lərin hər biri 10'dur deyir. Katetlər 8 kökdə 2'dir. Düzbucaqlı üçbucağın AC kateti ilə BC kateti 8 kökdə 2'dirsə, onda hipotenuz AB, bilirik ki, katetlər AA olanda hipotenuz A kökdə 2 olur. Yəni katetin kök altı 2 misli. Bu da olur 16. CO bu üçbucağın hündürlüyüdür. Həm də bərabər yanlı üçbucaq olduğu üçün median rolunu oynayır bu. Bura olur 8, bura olur 8. Elə bizdən CO da 8 olur. Hipotenuza çəkilən median hipotenuzun yarısıdır. Bizdən nəyi soruşur? AB hipotenuzuna qədər məsafəni tap. Yəni S onu bizdən soruşur. Oradakı üçbucağı mən çıxardıram kənara. Hansı üçbucaqdır bu? Burası O'dur, burası S'dir, burası da S'dir. Bizdə deməli S nöqtəsindən AB hipotenuzuna qədər məsafəni soruşur. Demək, SC 10 idi bizdə. Çünki bütün təpələrdən 10 cm məsafədə idi. Bir dəqiqə. Yox, biz bura perpendikulyarın yerini səhv qoyduq. Bir dəqiqə. Burada deməli SO buradır. SC buradır. Bax, bu perpendikulyardır bizdə. SC 10 idi. CO parçası 8 idi. Bizdən S10'u soruşurdu. Bu da Pifagordan alınır 6. Yəni onun kvadratı çıxılsın 8'in kvadratı. 100'dən 64 çıxanda 36. 6 çıxır. Kök Y variantı. 16-cı sualda funksiyanın qrafikinə x0 bərabəri 5 nöqtədə çəkilən toxunanın tənliyi budur. Toxunanın tənliyi. Bizdən soruşur F5 üstə F'5. Toxunanın tənliyi y bərabərdir kx plus b şəklində olurdu. Kx plus b şəklində. Və bizdə də funksiyanın toxunanın tənliyini 7x minus 3 verir. 7x minus 3. Demək, buradan görünür ki, k 7'dir. Yəni x-in əmsalı 7'dir. Və düsturumuz var ki, k bərabərdir f'(x0). Yəni törəmənin x0'dakı qiyməti toxunanın bucaq əmsalına bərabərdir. Onda belə çıxır ki, bizdə f'(x0) 5'dir. Bu bizdə 7'dir. Bir də qaldı f5'i tapmaq. F5'i tapmaq elə aparıb əsas funksiyada biz x-in yenə 5 yaza bilərik. Çünki toxunduğu nöqtələr bərabər olurlar. 7 vurulsun 5 çıxılsın 3. Bu da olur 32. Bizdən bunların cəmini soruşurdu. Doğru cavab 39. B variantı. 17-ci sual. Kanalımızda elə bu sualın oxşarın dünən izahını səhv etməsən verdik canlıda. Bu sual ötən il birinci qrupların qəbuluna düşən elə eyni sualdır. Sadəcə faiz ədəd fərqi var idi burada. Oxşar sual idi. Ümumiyyətlə, bəzi suallar bir-birinə oxşuyurlar. Təzə meyvə qurudulduqda kütləsinin 80%-ni itirir. Yazdıq ki, əgər 80%-ni itirirsə, onda yerdə qalır 20%.
30 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Yəni o 20%-i 32 olan ədədə axtarırıq. 32-ni 100-ə vurub 20-yə bölürük. İxtisar gedir 5 qalır. Bu da olur 160. 18-ci sual. Bu tənlikdə necə hərəkət etməliyik? Hamısını yığırıq bir tərəfə. Bərabərdir 0. Burada biraz sadələşdirmə iş yaparsaq, bax bu hissə bizə x plus 5-in kvadratını xatırladır. Axırda x kvadrat burada var, hasilinin 2 üstü 10x çıxılsın, burada 5-in kvadratı 25 yazıram. Sonra digərlərində nə iş görürük? Mənfini mötərizə xaricinə çıxarıb, deməli bir dəqiqə, burada biz 25 gəlin belə eləyək. Bir dəqiqə, başqa bir üsuldan istifadə eləyək burada. Çıxma olmasın. Biz x kvadrat plus 10x-i yazırıq. Bir dənə əlavə üstə gəlir 25 yazırıq. Axırdakı o 21-i ayıracam, parçalayacam mən. Çıxılsın y kvadrat, çıxılsın 4y minus 4 yazıram. Yəni o 25 minus 4 elə yuxarıdakı 21-i verəcək. Onda bu hissə bizə x üstə gəl 5-in kvadratını verir, çıxılsın. Bunlardan mənfini mötərizə xaricinə çıxarsaq alınan y kvadrat plus 4y plus 4 o da y plus 2-nin kvadratıdır. Onda buradan nə alındı? Nəyi səhv etdik biz? Minus y kvadrat plus 10x plus 25 25-dən 4 çıxanda 21. Deməli x kvadrat plus 10x minus y kvadrat minus 4y plus 21 olur. Bu x plus 5-in kvadratını verir, mənfili mötərizə xaricinə y plus 2-nin kvadratını verir. Buna bir də qaydarıq. Nəsə burada belə bir şey alınmalıydı. X plus y-i bizdən soruşur. Plus olsaydı buradan da hər ikisini sıfıra bərabər edə bilərdik. X kvadrat plus 10x minus y kvadrat keçdi bu tərəfə mənfi 4y plus 21 bərabər 0. Bura bir 25 yazıb, axırda minus 4 yazıram ki, 25-dən 4 çıxanda 21 versin bizə. Bu x plus 5-in kvadratı, bu isə y plus 2-nin kvadratıdır. Kvadratlar fərqi 0 verə bilər, çox qiymətli. Buna qaydaram bir də. Vaxt itməsin. P1 bölünsün P2 bərabər 2 böl 1 olarsa, 2 oxşar çoxbucaqlının sahələr nisbətini deyir tap. Oxşar çoxbucaqlara qaydamız belə idi ki, perimetrlər nisbətinin kvadratı bərabərdir sahələr nisbətinə. Onda sahələr nisbəti olacaq 4-də 1. Yəni 2 bölünsün 1-in kvadratı 4-də 1 və yaxud da ki, indi biz belə yazdıq 4 bölünsün 1. Tərsini götürəcək də 4 bölünsün 1. Sonra 20-ci sual. Tərəfləri 24, 5, 27 olan üçbucağın kiçik hündürlüyü. Diqqətlə baxsaq, belə düzbucaqlı üçbucağın tərəfləridir. Çünki 24-ün kvadratı 576-dır, 7-nin kvadratı 49-dur. Bu bizə 625 verir, o da 25-dir. Həqiqətən bu düzbucaqlı üçbucağın tərəfləri imiş. Yenə bu suala oxşar sual biz işləmişdik kanalımızda, buna aid sual var idi qəbulda. Hündürlüklər soruşur burada. Üçbucağın kiçik hündürlüyü. Burada danışmışdıq ki, elə hündürlüklərin ikisi onun katetləridir. Digər hündürlüyü isə hipotenuza çəkilən hündürlüydür. Bu da ki, katetləri bir-birinə vurub hipotenuza bölməklə alırdıq. Bu da 6,72 olmalıdır. Altdan %72'dir bu. Sonraki sualımız 21. Kosinus x plus 10. 2 kosinus x plus 10'u saxlayıram olduğu kimi çıxılsın. Mən 100-ün yerinə 90 plus 10 yazıram. 90 plus 10 yazıram ki, burada çevirmə düsturu yaranacaq. Bunu hətta 10 plus x-də ayrıca bir mötərizədə yazıram. Olur 2 kosinus x üstə gəl 10 çıxılsın. 90 dərəcənin üzərində 90-dan istifadə etdikcə ad dəyişirdi bu çevirmə düsturuna əsasən. 90-ın üzərinə gələndə bu ikinci rübə düşür. Alınır 90 plus x və sinus orada müsbətdir. Bərabərdir 0. 2 kosinus
daha doğrusu burada 10 plus x. 90'da ad dəyişdi oldu kosinus. Mötərizənin içərisi bir dənə bizim üçün bucaq idi. 2 kosinusdan bir dənə kosinus çıxanda elə bir dənə kosinus alınır. X plus 10 bərabərdir 0. Kosinusun da 0-a bərabər olması xüsusi hal idi. 90 plus pk'da idi. Buradan da 90'dan 10 çıxanda alınır. 80 plus, yəni 180k şəklində C variantı. Ədəd elə 3 natural ədədin cəmindən ibarətdir ki, tutaq ki, ədədimiz bilmirik nədir. Ədəd A, B, C 3 natural ədədin cəmindən ibarətdir və onlardan birincisi 57-yə, ikincisi 24-ə, üçüncüsü 19-a tam bölünür. Birincisi 57-yə tam bölünür. İkincisi demək 24-ə tam bölünür. Üçüncüsü isə 19-a tam bölünür və alınan qismətlər deyir bərabərdir. Aha, alınan qismətlər bərabərdirsə hamısını bir k ilə işarə edə bilərik. Bərabərdir k. Onda A bərabər 57k, B bərabərdir 24k, C bərabərdir 19k. Verilmiş ədədin axırıncı rəqəmini tap. Verilmiş ədəd bu ABC-nin cəmi şəklində idi. Bunları biz toplasaq 7 üstə 4 11, 11 üstə 9 20, 0 2 hətta 5 üstə 2 7, 7 da 1 8, o da 1 9. 90k. Məlumdur ki 90'ı nəyə vursaq sonu 0 ilə bitəcək. Ona görə son rəqəm 0'dır. Növbəti 23-cü sual. Xarici bucağı 36 olan çoxbucaqlı. Düzgün çoxbucaqlının bir xarici bucağı 360 bölünsün n düsturu ilə tapılırdı. Buradan n bərabərdir 10 alınır. Diagonal sayı. Diagonalların sayı n vur n minus 3 böl 2 şəklində hesablanırdı. N'imiz 10 olduğu üçün 10 vurulsun. 10'dan 3 çıxanda 7 böl 2. 70'in də yarısı 35 doğru cavabdır. 24-cü sual. X kvadrat plus 2x minus 15. Deməli, bunun vuruqları ayırsaq, bu kəsirin surəti x üstə gəl 5, x çıxılsın 3 şəklindədir. Bölünsün modulda x plus 5. Kiçik bərabərdir 0. Bu bərabərsizlikdə məxrəc müsbətdir həmişə. Amma bir dənə şərt var ki, x mənfi 5 ola bilməz. Məxrəcə görə. Bu kəsirin məxrəci müsbətdir, gərək surəti mənfi eləsin. Ona görə x plus 5, x minus 3 gərək mənfi olsun. Bu şəkildə yazılır. Mənfi 5'in içərisi boş olacaq. Daxil deyil, 3 daxildir. 3'dən böyük versək qiymət müsbət, mənfi müsbət alınır. Bizdən kiçik hissəni soruşur. Mənfi 5, 3. Təsadüfi seçilmiş bir ədədin tam ədədlər içərisindən seçilmiş tam həllər. Buradakı tam həllər mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Təsadüfi seçilmiş bir ədədin ehtimal bərabərdir. Ümumi 8 dənə ədəd var. Mənfi ədəd olmaması hadisəsinin ehtimalı. Mənfi ədəd deyilsə, deməli bunları çıxırıq. Yerdə 4 dənə ədəd qalır. Bu da 0,5 olacaq. Mənfi olmaması deyir. 25-ci sualda tənliyin köklərinin kvadratlar cəmi. Yəni x1 kvadrat üstə gəl x2 kvadrat bizdən deyir, soruşur. Bunu da biz a kvadrat plus b kvadratla yazsaq, a plus b-nin kvadratı çıxılsın 2ab şəklində yaza bilərik. Viet teoreminə görə köklər cəmi x-in əmsalının əksidir. Yəni elə 2b minus 3'ün kvadratı çıxılsın 2 vurulsun. Köklər hasili mənfi 2b'dir. Bərabərdir. Bu mötərizəni açıb sadələşdirsək 4b kvadrat çıxılsın 2, 2'nin 4, 4 üçün 12b çıxılsın. Üstə gəl 9, üstə gəl 4b. Biraz da sadələşdirmə iş yaparsaq 4b kvadrat çıxılsın 8b, üstə gəl 9. Bax, belə bir kvadrat üçədli aldıq. Bizdən soruşsaydı ki, bunun ən kiçik qiymətini tap, onda n düsturundan istifadə edərik. Bu düstur var idi. 4ac çıxılsın b kvadrat bölü 4a. Sadəcə bizdən b-nin hansı qiymətində deyir, onda bizdən n-i soruşur sanki. Mənfi b bölü 2a düsturu var idi. ax kvadrat plus bx plus c-də. Mənfi b 8'dir burada. 2 dənə də 4, 8. Bu da 1 olur. 25'də 1. Hesab səhv etməmişiksə. Demək, moduldan çıxarmalıyıq bunu, ancaq bir şeyə fikir verək. Logaritma 4 əsasdan 28 x-in qiymətidir. Bu təxminən logaritma 4 əsasdan 28 3 bunun üçün çoxdur. 4'ün kubu 64, 4'ün kvadratı 16 eləyir. Bu 2 ilə 3 arasında yerləşir. Bax, bu ifadə yazaq burada qoy. Logaritma 4 əsasdan 28 2 ilə 3 arasında yerləşir. Çünki 4'ün kvadratı 16 28'dən kiçikdir, 4'ün kubu isə 28'dən böyüdür. Logaritma 3 əsasdan 38 isə görək harada yerləşir. 3'ün kubu 27 38'dən kiçikdir, amma 3 üstü 4 81 38'dən böyüdür. Deməli biz bunların aldığı qiymətlərin aralıqlarını tapdıq. Modulda x minus y.
İndi görürük ki x loqaritma 4 əsasından 28-dir də. O y-dən kiçikdir. Yəni x y-dən kiçik olduğu üçün moduldan çıxanda y minus x çıxır. Çıxılsın x minus 3 modulda. X böyükdür yoxsa 3 böyükdür. Biz görürük ki x 3-dən kiçikdir. Onda moduldan 3 minus x çıxır. Qarşıdakı mənfiyə görə plus olur. Üstə gəl 5 minus y. 5 y-dən böyükdür deyə moduldan özü kimi çıxır. Y-lər islah olur, x-lar islah olur. Mənfi 3 üstə 5 gələndə 2 alınır. Deməli 27-ci sualda həndəsə nəticə anlayışlarına aiddir, sadə bir sualdır. Bu xətti uzatsaq tutaq ki, bura 80-dirsə, onda biz burada yaranan bucağa 50 dərəcə yaza bilərik. 50 dərəcə. 50 dərəcə. Bu nöqtə qoyduğum bucaq da 50 dərəcə olacaq. Çünki onlar daxili çarpaz bucaqlardır. Alfa bucağı da buna qonşu olduğu üçün alfanı tapmaq üçün 180-dən 50-ni çıxaram. Doğru cavab 130 dərəcə alınır. Və alfası 130-dur. Birə hələ ki C variantı uyğun gəlir. Bir də beta var burada. Beta ilə də 30 dərəcə qarşılıqlı olduğu üçün qarşılıqlı bucaqlar bərabərdir. Betası 30 olan yoxdur. Amma alfa ilə betanın cəmi 160-dır. Buna bir də B variantı uyğun gəldi. Növbəti sualda beta bucağı 50-yə qonşu olduğu üçün 180-dən 50-ni çıxaram, alınar 130. Deməli, beta bucağı 130-dur. 70-in də qonşusu 180-dən də 70-i çıxsam, burada 110 alınar. 110 buradır. Buranda 130 tapdıq. Əslində hazır bunun üçün qayda var. Alfanı tapmaq üçün 70 ilə 50-ni toplayırıq. Amma elə üçünün də cəmi, həmçinin bu içəridəki 3 dənə bucağın da cəmi bizə verir 360'ı. Burada alfanı biz 120 tapa bilərik. Alfası 120 olan Y variantıdır. Betası 130 olan yoxdur. 130 ile 120 toplayın 250, o da yoxdur. Üçüncü sualda, o şəkli mən bir də çəkim burada, belə bir şəkildə təxminən çəkdim. Bura 60'dırsa bunun qonşusu beta alınacaq 120. Betası 120 hələ ki burada yoxdur. Bu xəttə paralel bunu da çəkirəm. Bura 60'dırsa bu içəridəki bucaq da 60 olacaq. Təpə bucağın 40 vermişdi. Onda alfa bucağı 3 bucağın bir xarici bucağıdır. Yuxarıdakı yaranan 3 bucağın. 2 daxili bucağın cəminə bərabərdir. Bu da 100 dərəcə olur. Alfası 100 olan yoxdur. Amma 100 ilə 120'ni toplayanda 220 eləyir. Buna D variantı uyğun gəlir. Yeniləyək. Növbəti. Elmir və Gülnarın da olduğu düşərgədə Elmir oğlanların sayının qızların sayına nisbətini hesablayanda, demək, oğlanları O, qızlar da Q hərfi ilə işarət etsək, oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü və Gülnarı saymağı unudur və 5'də 3 kəsirini alır. 5'də 3. Yaxşı, 5'də 3. Gülnar isə oğlanların sayının qızların sayına nisbətini tapanda özünü saymağı yaddan çıxarır. Amma Elmiri 2 dəfə sayır. Yəni oğlanların sayı O hərfi ilə işarə etmişdik. Elmiri 2 dəfə sayır. Deməli, bu O hərfi işarə etdiyim bilirsiniz nə olsun? O hərfi elmirsizdir. Elmiri saymadan, yəni. Q hərfi də ki, işarələnməmiz Gülnarsızdır. Gülnarı saymasaq əgər. İndi burada biz bayaq O hərfi ilə dedik Elnuru saymasaq, Elmiri saymasaq, Elmiri 2 dəfə saydığı üçün əlavə, onda burada olanların sayı O plus 2 olacaq və nəticədə 3'də 2 kəsirini aldı. Onda oğlanlar burada birinci ifadədən 3K, qızlar isə 5K şəklində alınır. İkincidə isə O plus 2'dir. Yəni 3K plus 2 bölünsün, qızlar dəyişməyib 5K bərabərdir 3'də 2. Çarpaz vursaq 10K bərabərdir 9K plus 6, K bərabər 6 alınır. Bizdən nə soruşur? Düşərgədə neçə uşaq var? Düşərgədəki uşaqların sayı 3K oğlanlar, 5K qızlar idi. Cəm oldu 8K. Bir də orada Elmirlə Gülnarı biz saymamışdıq. 2 nəfər də olardı.
Onda 8 6-dan 48, o da 2 50-dir. Mən buna belə yanaşdım, fərqli yanaşma göstərə bilərsiniz. Demək, düzbucaqlı paralellepiped, piramida və kubun oturacaqları kongruent kvadratdan ibarətdir. Kongruent kvadratdan ibarət. Düzbucaqlı paralellepiped, təxminən çəkəcəm bunu. Düzbucaqlı paralellepipedimiz tutaq ki, budur. Təsadüfi çəkdim, yəni məsələni həll etmək xatirinə. Düzbucaqlı paralellepiped, piramida, oturacaqları deyir, kongruent kvadratlardır. Piramida, bizim piramida. Bir də kub. Kubu da təsadüfən çəkək belə. Oturacaqları kongruent kvadratlardır deyir hamısının. Onda hamısının tərəflərinə AA yaza bilərik. Oturacağın tərəflərinə A. Bu da kub olduğu üçün hətta hündürlüyü də A-dır. Düzbucaqlı paralellepipedin həcmi, paralellepipede par yazayıq. Paralellepipedin həcmi piramida və kubun həcmlərinin cəminə bərabərdir. Piramida və kubun həcmlərinin cəminə bərabərdir. Paralellepiped və piramidanın hündürlükləri 6-dır. Bunun da hündürlüyü 6-dır paralellepipedin. Piramidanın da hündürlüyü bizə 6 verib. Deyir, onların oturacağının tərəfini tap. Yəni bizdən qısacası A-nı soruşur burada. Paralellepipedin həcmi S oturacağı vur H-dır. Yəni elə 3 ölçünü bir-birinə vururuq. 6 vurulsun, oturacağın da sahəsi A kvadratdır. S oturacaq A kvadratdır, hündürlüyü 6-dır. Piramidanın həcmi 3/1 S oturacaq vur H-dır. Kubun da həcmi A kubdur. Hər tərəfini A kvadrata bölsək, burada alınır 6 bərabərdir 2 üstə gəl A. A bərabərdir 4.